Kök hücre hakkında ilk önce onu qeyd edim ki, digər, yəni estetik kosmetologiyada olmayan sahələrdə ən çox biz müalicəsi mümkün olmayan, əməliyyatla yalnız sağala bilən və yaxud da ki, artıq ağırlaşmış formada olan xəstələrdə ən son çarə kimi kök hüceyrəni tətbiq edirik. Zaten bunu ilk öncələrdə, pasientlərdə ağırlaşmamışdı, tətbiq etmək olardı. Sadəcə olaraq son nailiyyətlərdən olduğu üçün, son kəşflərdən olduğu üçün regenerativ təbabət və bizim ölkəmizdə də son vaxtlar daha çox tətbiq olunduğu üçün daha çox ağırlaşmış xəstələr bizə müraciət edirlər. Məsələn, bunu biz istifadə edə bilərik diz oynaqlarında. Çoxlu diz oynaqlarına müraciət edən ən çox da belə deyəlim 70% xanımlarımızdır. Çünki oturaq həyat rejimi, ağır çəki, bütün bunlar diz oynaqlarında problemlərin yaranmasına və xüsusən də daha erkən, yəni 40-45'li yaşlarda artıq bu problemlər yaranmağa başlayır pasientlərdə. Müşahidə olunur və yuxarı yaşlarda isə əlbəttə ki, birinci, ikincili yox, bəzən üçüncülü, dördüncü dərəcəli artroz, arterit və bunlar əlbəttə ki, yaşla bağlı olaraq da gialuronun, kollagenin sintezinin azalması ilə bağlı və keçmişdə olmayan, məsələn, keçmişdə xaçla daha çox qidalanırdı insanlar, bilirik ki, bunlar təbii kollagen. Bəli, təbii kollagen. Buna görə də və aktiv həyat tərzi o qədər azalıb ki, demək olar ki, insanlarda bu xəstəliklər sürətlə çoxalır. Həmçinin autoimmun xəstəliklər, bilirik ki, autoimmun xəstəliklərin ümumiyyətlə tibdə müalicəsi yoxdur. Bu xəstəlikləri yalnız ya uzun müddətli hormonal Autoimmun xəstəliklər hansı xəstəliklər? Autoimmun xəstəliklər deyildə, məsələn, sistem sklerodermiya, sistem qurdeşənəyi xəstəliyi, revmatoid arteri xəstəliyi, Hashimoto məsələn endokrin xəstəliklərdən autoimmun xəstəlikdir. Amma bu deyərdim ki, ən yüngüldür ki, sadəcə L-troksin qəbul etməklə pasient bir ömür rahat yaşaya bilir. Amma digər xəstəliklərdə artıq bir və ya bir neçə oynağın, eyni anda, yəni həqiqətən o xəstələr çox ağrı çəkirlər. Eyni anda dizdə, biləkdə, onurğada hansı oynağa, sümüyə əl vurursan, burada pasientdə həm ağrı var, həm də yeyilmə, degenerasiya çox ağır bir xəstəlikdir və xəstənin getdikcə tamamilə iş qabiliyyətinin azalması və yataq xəstəsi olmasına və ömrünün də çox qısalmasına gətirib çıxaran riskli xəstəliklərdəndir. Bu xəstəliklərin ümumiyyətlə müalicəsi tibdə bugünə qədər yalnız dərmanlardan, məsələn, kortizollardan, mespiretdən, yəni hormonal preparatlardan bir uzun müddət ömür boyu istifadə etməsi, buna görə də xəstələrdə digər orqan və sistemlərin uzun müddət hormonal preparat qəbul etdiyinə görə patologiyalar baş verir. Ona görə də bu xəstələrin ən yaxşı müalicəsi kök hüceyrə müalicəsidir ki, heç bir ağırlaşma olmadan, heç bir uzun müddətli preparatlar qəbul etmədən sadəcə bu xəstələrdə vena daxilinə tətbiq edirik. Çünki bu xəstələrdə artıq bir oynaq deyil, iki oynaq deyil ki, yerli ora iynəni tətbiq edək, yəni hüceyrəni ora transfer edək. Vena daxilindən 1-3 seans arası xəstənin durumuna bağlı olaraq tətbiq olunur. Diz oynağında isə adətən bir seans yetərli olur. Nadir hallarda xəstənin yenə də durumuna bağlı olaraq 3-6 ay sonra ikinci seans təkrarlaya bilərik. Çox rahat, ağrısız, cəmi bir dəfə iynə tətbiq olunmaqla ora 50 milyon civarında, bu da xəstənin durumuna bağlıdır, yəni oynağın neçənci dərəcədə olan artrit və ya artrozuna bağlıdır. Tam rahatlıqla pasient artıq bir həftə sonra artıq özündə yüngülləşməni hiss edəcəkdir və MRT-yə əsasən, yəni öncəsi, sonrası hər biri sübutla pasientlər üzərində aparılır. Çox yaxşı nəticə verir ki, pasient bundan əməliyyatsız, uzun müddətli dərman qəbul etmədən ağrısız, bir də vətər və bağ zədələnmələrində, bu da əməliyyata göstəriş idi indiyə qədər. Kök hüceyrədən sonra onlar da artıq əməliyyatsız, sadəcə hücrəni transfer etməklə və əməliyyatların bilir ki, həm ağırlığı, həm anesteziyası, həm də reabilitasiya bərpa qabiliyyətdə gec olur. Pasient bir neçə ay yataqda yatmalı olur. Yəni kök hüceyrə ilə sadəcə bir həftə aktiv hərəkət etmə deyilir pasientlərə. Bütün bunlardan bir və ya iki seansa tam şəkildə qurtulmaq olur.